Əleyhissalam bir dənə hədisi var. İmamətin ilahi övliyanın varlığının şiddətini bildirmək üçün ki, necə ola bilər ki, bu cür şiddətdən xəbərsizsiniz. Bir dənə hədis deyir, görün necə bir hədisdir. Həzrət buyurur ki, Leysallahi ayatun əkbəru minni və la nəbəin əzəm minni. Deyir ki, Allahın məndən böyük nişanəsi yoxdur. Və Allahın məndən böyük xəbəri də yoxdur. Təfsirlərdə yazılır ki, o böyük xəbər Həzrət Əlidir. Həzrət Əli əleyhissalam bu hədisdə özünü böyük xəbər adlandırır və Allahın ən böyük nişanəsi adlandırır. Nə üçün? Onların ehtiyacı yox deyə bəndələr onlara diqqət edir. Onlar onsuz da böyükdür. Onlar elə əzəmətdədirlər ki, Allah onlara diqqət edir. Allahın nəzərindədirlər. Bəndələrin nəzərində olmasına onların ehtiyacı yoxdur. Amma bu xəbərləri deyir ki, bəndələrini qəflətdən oyatsın, ümməti qəflətdən oyatsın, Əhl-i Beyt. Qəflətdən oyatsın ki, siz məndən xəbərsizsiniz. Bilsəz ki, mən Allahın ən böyük nişanəsiyəm və Allahın ən böyük xəbəriyəm. Mənim varlığım əzəmətli bir varlıqdır. Məndən qəflətdə olmayın. Məndən qəflətdə olmaq göstəricidir. Siz bu cür şəxsiyyətdən, bu cür varlıqdan qəflətdəsinizsə, bu sizin kimliyinizin göstəricisidir. Bax, bu ürək yandıran məsələdir.